Mənim doğma marketimizdə gəlişim şəbəkəmizin 15-ci marketinin açıldığı günə təsadüf edib. O vaxt ikinci sahəsində kifayət qədər təcrübəm var idi. Amma pərakəndə satışın bütün incəliklərini, market dünyasının dinamikasını məhz burada öyrəndim və bu sahənin mütəxəssisinə çevrildim. İlk illərdə bugünkü kimi böyük kollektivimiz yox idi. Kiçik, amma bir-birinə ürəkdən bağlı bir komanda ilə hər işə sıfırdan başlayır, gecəmizi gündüzümüzə qatıb mağazaları açılışa hazırlayırdıq. O qapılar müştərilərin üzərinə açılanda yaşadığımız sevinç, əməyimizin bəhrəsini görəndə duyduğumuz qürur sözlə ifadə olunacaq hisslər deyil. İllər keçdi, komandamız böyüdü. Fərqli dövrlərdə müxtəlif peşəkarlarla çiyin-çiyinə çalışdım. Çox şey öyrəndim və böyük təcrübə qazandım. Bugün belə böyük bir ailənin üzvü olmaq mənim üçün qürur mənbəyidir. Bu illər ərzində öyrəndiklərimi komanda yoldaşlarımla bölüşürəm. Şirkətimizin qarşımıza qoyduğu hər yeni hədəf, hər yeni məsuliyyət mənə əlavə motivasiya verir. İşimə olan sevgimi daha da artırır. Arazda keçirdiyim hər gündən, gördüyüm hər işdən zövq alıram. Bu illər ərzində bir an belə buradan ayrılmağı düşünməmişəm. İnanıram ki, eyni komanda ruhu ilə bundan sonra da yeni mağazaların təməllərini birlikdə atacaq, yeni uğur hekayələri yazacağıq.